Bismillahirrahmanirrahim. Ulu Tanrı'nın adı və yadı ilə beyin mühəndisliyinə qarşı Türkcə əski kitablar proqramının 435-ci bölümün Allahın adı və yadı ilə başlayırıq. Xeyirli olsun. Gedək görək bugünkü kitablar, hansı kitablar ürcahımıza çıxacaq ki, biz onlarla tanış olaq. Bir çox kitablar indirmişəm bir neçə gün bundan qabaq. Çalışacağam ki, daha da çox indirim, amma indi onları hardan tapacağıq, o da bir məsələdir. Çünki öncədən də indirmişdik, amma ayırmamışdıq. Ayırmadığımız üçün biraz onları tapmaq indi bizə biraz çətin olacaqdı ehtimalən. Bunlar yadıma gələn. Tamam, tapdıq. Təzkirə-i Nuriyə Osmaniyyədən başlayaq. Biz keçən seri Leyli Məcnun adı ilə bir kitabla başladıq, amma yenə mən onu görmürəm, təəssüflə. Bəlkə buradan da biraz aşağıdadır. Töhfətül Əxyar türkü nədir? Onu oxuduğumuz üçün hara getdi o? Aha, bu türküş idi. Türküş Leyli Məcnun olacaq idi. Bunu mən adını dəyişməmişəm, onu dəyişdirim. Çox önəmlidir ki, bunu doğru kitabı tanıyaq. Bir də buradan Təzkirə-i Nuriyə Osmaniyyəni də açıq görək ki, o nədir? Və bir dənə də burada Zəban-ı Madəri, əlbəttə bu taza bir şeydir. Bunu şey eləyəcəyik. Aha, heç açılmadı. Açılmadı, 1404-də yazılıbdır. Onun üçün bunu kitab da olsa delete elədik, saldıq. Bunda açılsa əgər gəlmişdik bura, qeydək bunu əvvəldən. Mənim yadıma gələn bu Leyli Məcnun idi. Bəli, özüdür. Bunun adını dəyişdirək və tamam. Keçən cələsə bunu oxuduq və adını dəyişdirək. Nəvai Həzrətlərinin olduğu üçün Nəvaidini də bura əlavə etdik. Gedək bugünkü kitab hansı kitabdır və nə haqdadır? Buna fikirəm bunu keçən dəfə ilə bunu oxumuşduq, amma yadımızdan çıxmışdı. Bəli, keçən həftə, yəni 2-3 cələsə bundan öncə bu kitabı oxumuşduq. İndi o kitabı tapdıq. Dün bunları yadımdan, bunun adı yadımızdan çıxmışdı. Bura yazaq. Burada yazacaqdıq. Burada kitabın üstündə yazıblar Təzkirə. Təzkirə-i Nuriyə Osmaniyyə. Biz bunu əlbəttə ki, mən biraz mərizlədim və bu kitabı adını tapa bilmədik, ona görə qaldı. Amma bu günləri bu kitabı biraz gedək, o görək ki, harada bu kitabı yazmaq haqqında bir məlumat verəcəkdir, onu bilək. Burada şahlar üçündür. Görək ki, bu hansı şahdır? Əlbəttə, o qədər sözü uzaldır ki, bu yazar. Ona görə itir bu adam, hansı sözü danışacaqdır. Səltənətə Cahan Şahın. Bismillahirrahmanirrahim. Zikri əlqab padişah cahan. Yəni bu o şahın dövründə yaşır, onu deyir. PDF-də 6-cı səhifədədir. Kitab 355 səhifə görsənir ki, bu yazı, yəni kitabın özünə əl vuranda 706 səhifəlik bir kitabla qarşılaşacağıq. Mir'at-ı zəmair əhl-i bəsairədə واضح و ظاهر و مشکات انظار ارباب معالی و مخافرده کالشمس فی اوقات الحواجر روشن و باهر درچی بر فهوای
غمزدایی وجعل لی لسان صدق فی الآخرین. همینشنه یا همینه سینه نازمان همنشینه، نازمان درری کلام بلاغت آیین، صحایف ادواری ذکر محاسن شاهان فلک کمچین ایله تزیین edip her قرنون دیباتسinde ol هنگامده صاحب گران زمان و فرمان فرمای زمین اولنلری چی حارسان سغور ملک ملت و جالسان سریر عز و دولت و مستنزل سرادگات جلالت و جاه و زیر سایبان وجود و این چانده صدرنشین شادروان از سلطان ظل Allah'dır. تهدید و تعیین etmek عادت رضیلری و همواره سروران انجمن سخنپروری و پیشروان سالچی بلاغت و براعت جستری گردن و چوش ایامی جواهری ما تراسلاتین bir احترام ایله پür احترام ایله که مظهر انواع فتوحات کثیره و فیوزات شریفت‌دور و معارف و معاطف ازیال شهور و اعوافی زواهر مفاخر خلفایی سپهر اقتدار و کواکب احتشام ایله که شایسته خلعت پرکرامت اینا جعلناک خلیفه دور محلا و مترز و فرین و معزز اتمک شیمه کریمه و سنت سنیلeridir. Binaen ala haza ol ائمه هدایه اقتدا olundu. filواقع سر منبرده که خطبه سلطان بحر و بر okunmaya آنده جمعه و جماعت مقبول olmaz و هر سیم و زرده که نام پادشاه عدالت جستر آنده yazılmaya برازندگی مطلوب و معمول olmaz. Şeir getirir. Namıdır rağbet veren hep şahlere, sikkedir halet veren simüzere. Nasr bu müqəddəmə daxi sədrnişinan محافل فضل و عرفان olan اهل دانش و اذعانه ظاهر و عیاندür ki سزاوار خلافت حضرت باری و شایسته سریر سلطنتی و چامچاری bir zat-ı saadetmend olmak gerek. Manzur ülüv ve himmeti takviyet din mübin ve nesbül eyn zemir müniri temşiyet ahcam seyyidül mürselin olup emniye tiği zaferi پیچری آینه تیغ زفر پیچری هرچند که مسقل تأیید ilahi. Görürsünüz ki, devam edir uzun, çox uzun. Çalışıram ki, görün bir yerdə bir ad gəlsə onu görək. Yəni bu bir səfə oxuduq. Neçə yüz kəlmə, 300-dən çox kəlmə, bəlkə də çox oxuduq ki, şahın adın hələ feylə müqəddəmədə dedi ki, müqəddəmədir və devam edir. Yadıma gələn bu çox uzun bir şeydir. Əlan burada gəldi. Şahın o birisi şahlara görə bunu üstün tutmaq bölümünə yetişdi. Devam edir.